Sentyabrın 28-də İrana qarşı snapback sanksiyaları bərpa edilib. Bu sanksiyalar İranın nüvə proqramı və ballistik raket fəaliyyəti, silah ticarəti, maliyyə və ixrac əməliyyatlarına ciddi məhdudiyyətlər qoyacaq. Tehran E3-ün sanksiyaları bərpa etməsini qanunsuz adlandırıb. Beynəlxalq İqtisadi Araşdırmalar üzrə Viyana İnstitutunun iqtisadçısı Mehdi Qotsi deyir ki, bu sanksiyaların təsiri çox böyük olacaq. Sərmayə azalır, kapital azalır, istehsal aşağı düşür. Nəticədə tənəzzül davam eləyir. 2011-ci ildə tənəzzül təxminən 10% idi. Məncə bu dəfə də təxminən eyni səviyyədə 10%lik tənəzzül artıq başlayıb. İqtisadçının fikrincə, həm iqtisadi çətinlik, həm də geosiyasi gərginlik qonşular arasında münasibətlərin pisləşməsinə gətirib çıxara bilər. Onun Suriyada və İraqda əvvəlki kimi fəaliyyət göstərmək gücü yoxdur. Çünki İsrail istədiyi bütün hədəfləri bombalayır. Ona görə də bu gərginlik bəlkə də Azərbaycana yönləndirilə bilər. Çünki vəziyyət bərbaddır. Əgər sanksiyalar olmasaydı, iqtisadiyyat əvvəlki kimi böyüsəydi, daxili üsyan və ictimai itaətsizlik olmasaydı, onda Azərbaycanla İran arasında daha yaxşı şəraitdən danışa bilərdik. Amma indiki müddətdə düşünürəm ki, hər şey daha da pisləşəcək. İqtisadçı hesab edir ki, İran Mərkəzi Bankı və digər maliyyə vasitəçiləri də sanksiya edildiyindən bu humanitar ticarətə təsir edəcək. Bu Avropa İttifaqı tərəfindəndir. Lakin Avropa İttifaqının tərəfdaşı olan digər ölkələr, gömrük ittifaqlarında, maliyyə əməliyyatlarında, investisiya sazişlərində iştirak edənlər, onların da hamısı eyni addım atacaq. Buna görə də Azərbaycan, Ermənistan, regiondakı digər ölkələr və həmçinin Mərkəzi Asiya ölkələri də BMT sanksiyalarına görə cəzalandırılmaq istəmədikləri üçün ticarəti dayandıracaqlar. Bu ilin avqustunda Almaniya, Britaniya və Fransa İrana qarşı snapback sanksiyalarının bərpası üçün BMT-yə müraciət etmişdi. Səbəbi olaraq İranın 2015-ci il nüvə sazişini qəsdən pozması göstərilmişdi. Avropa üçlüyü İranı gərginləşdirici addım atmamaq barədə xəbərdarlıq edib.